English in Azərbaycan və YouTube kanalımın daimi izləyiciləri, sizləri salamlayıram. Bu günləri mən sizə artıq dediyim kimi, söz verdiyim kimi video materiallarımın davamını və artıq danışıq ingiliscəsini inkişaf etdirmək üçün lazım olan bir çox video materialları təqdim edəcəm. Bu həmən video materiallardan bir neçə hissəsindən olan birinci hissəsidir və bu video materialda sizə ingilis dili səviyyənizi, listening səviyyənizi daha doğrusu, daha dəqiq desək, dinləmə qabiliyyətinizi inkişaf etdirmək üçün lazımı olan informasiyaları verməyə çalışacağam. Çox gözəl bir video alınacaq inanıram. Çox vacib məlumatlar əldə edəcəksiniz. Qısa video olacaq, lakin çox şey əldə edə biləcəksiniz. Çox məlumat əldə edə biləcəksiniz. Vaxt itirmədən başlayaq video materialımızın başlanğıcına. Demək belə. Ümumiyyətcə, ingilis dilində listening səviyyəmizi necə inkişaf etdirmək lazım olduğunu müxtəlif vaxtlarda, müxtəlif müəllimələrdən və yaxud da müxtəlif müəllimlərdən soruşmuşuq. Lakin fərq etməyib, cavab eyni olub. İngilis dilində listening səviyyənizi inkişaf etdirmək üçün kinoya baxmaq mütləq şəkildə vacibdir. Bəli, bununla mən də razılaşıram. İngilis dili kinolara baxmaq ingilis dili səviyyəmizi inkişaf etdirə bilər. Amma ingilis dilində listening səviyyəmizi inkişaf etdirməkdən önəmli bizim həmən bu kinolara necə baxmağımız idi. Biz həmən bu kinolara alt yazı ilə baxdıq. Alt yazı ilə baxdığımız bu kinolar bizi kinonun dinləməsindən, səsindən çox əsasən altında gedən o yazılara yönəltdi fikrimizi. Bu fikrimizi biz aşağıya nə qədər çox yönəltdiksə, yuxarıda kinonun aktyorları və yaxud da aktrisalarının səsləndirdiyi səsləri dinləyə bilmədik. Sizə belə bir təcrübəmdən sizə qaynaqlanan bir məlumat verəcəm. Ümumiyyətcə, orta məktəbinin son illərindən etibarən ingilis dilində listening səviyyəmi əsaslı şəkildə inkişaf etdirmək istəyirdim. Kinolara baxacaqdım, inanırdım, çox optimist düşünürdüm ki, fikirləşirdim ki, yəqin ki, istənilən bir ingilis dilində danışan hər hansı bir native, yəni yerli ingilis dilini çox asanlıqla anlaya bilərəm, onun nə dediyini asanlıqla qəbul edə bilərəm. Lakin bu heç də benim üçün olmadı. 6 il üstündən keçəndən sonra mən hər hansı bir ingilislə, yerli ingilis və yaxud da ingilis dilində yüksək səviyyədə bilən biri ilə danışanda həqiqətən çox böyük çətinliklər yaşadım və onun nə dediyini demək olar ki, anlamayacaq dərəcədə pis vəziyyətdə idim. Ona görə də 3 il ərzində baxdığım kinoların heç bir nəticə vermədiyini bir daha anladım. Səbəb nə idi? Səbəbini isə hələ də araşdırmaq istəyirdim. Əvvəl bilmirdim və lakin indi bilirəm. Ümumiyyətcə, yadımıza saxlamaq lazımdır ki, listeninglə yanaşı hearing deyən bir anlayış var. Dinləmə və eşitmə. Eşitmə ilə dinləmə eyni mənanı, eyni sinonim sözlər kimi oxşasalar da, onlar arasında kəskin fərqlər var. Listening bizə lazım olaraq həmən bu bacarıqdır ki, biz onu inkişaf etdirmək istəyirik. Eşitmə isə hər birimiz eşidirik. Demək belə. Listening odur ki, biz həqiqətən əgər bir şey diqqət yetiririksə, bu listening, bu dinləmə deməkdir. Yox, əgər biz heç nəyə, hər hansı bir şey diqqət yetirmiriksə, sadəcə o səs qəbul ediriksə, bu eşitmədir. Belə bir sizə nümunə verəcəm. Bu nümunəyə diqqətlə baxın. Hər hansı bir radioya baxırsınız, radioda informasiya dinləyirsiniz və informasiyanın nə olduğunu dəqiq bilirsiniz. Bu dinləmədir. Yox, əgər hər hansı əlinizə bir kitab oxuyursunuzsa və həmən anda radioda hər hansı bir informasiya gedir. Siz həmən informasiyanın yalnız və yalnız səsini eşidirsiniz, lakin orada dəqiq nə olduğunu bilmirsiniz. Çünki fikriniz hardadır? Fikriniz kitabdadır. Bizə lazım olan özəllik birinci, bizə lazım olmayan və nöqsan kimi, səhv kimi bizim tətbiq etdiyimiz üsul isə ikincidir. Məhz subtitle'larda sanki bunun bir əksidir. Bunun təzahürüdür. Belə desək ki, biz sadəcə olaraq subtitle'lara baxarkən altdakı səsi dinləyirik, yaz oxuyuruq. Yuxarıda gedən heç bir səsi dinləyə bilmirik. Fikirləşin ki, biz subtitle'la kinoya baxarkən, alt yazı ilə kinoya baxarkən beynimiz qarşısında iki əsas seçim dayanır. Bu seçimlər arasında birinci ondan ibarətdir ki, biz sadəcə olaraq aşağıdakı alt yazını oxuyuruq. İkinci seçim isə ondan ibarətdir ki, biz sadəcə olaraq dinləyirik. Biz əlbəttə ki, ingilis dilində danışarkən, daha da kinolara baxarkən biz onları dinləməkdən çox alt yazıya bir qayda olaraq fikir veririk ki, orada söhbətin nədən getdiyini anlayaq. Beynimiz birbaşa asan olan prosesə doğru, yəni birinci mərhələyə doğru özün yönləndirir. Belə deyək, ingilis dilində hansı bir kino gedir və həmən kinonun altında alt yazı gedir. Bizim beynimiz avtomatik olaraq bütün yönü ilə səsə deyil,
mütləq şəkildə altda gedən yazılara yönəlir. Bəli, bizim əsas səhvimiz də ondan ibarətdir. Çünki beynin birdən-birə işlək olan iki funksiyasını tənzimləmək gücünə malik olmadığımıza görə biz birbaşa asan olan seçimlə, yəni alt yazını oxumaqla kifayətləndik. Lakin alt yazını oxumaq o demək deyil ki, biz listening edirik. Biz sadəcə olaraq hearing. Bayaqları radio məsələsində verdiyim, nümunəsində verdiyim kimi biz sadəcə olaraq eşitmiş oluruq. Ona görə kinolara baxarkən eşitməkdən çox dinləmək lazımdır. Ona görə oxumağa artıq yox demək lazımdır. İnanıram ki, bu video materialımızda həqiqətən də sizlərə çox lazım olan informasiyaları verə bildim. Amma belə bir sual ortaya çıxır. Belə bir sual nə ola bilər? Bəs kinoya baxırıq. Hər hansı bir kinoya baxırıq. Heç bir altdan alt yazı getmir. Heç bir dildə yəni alt yazı yoxdur. Nə öz dilimizdə, nə də ingilis dilində. Kinoya baxırıq. Amma kinoda nə getdiyini, məzmunun nə olduğunu anlamırıq. Əlbəttə ki, bu da çox sıxıcı ola bilər. Kino maraqsızlaşa bilər, artıq baxmağın mənası olmaya bilər. Ona görə çalışmaq lazımdır ki, video materialları seçərkən daha çox əyləncəli video materiallar izləyib ondan zövq almaq kimi xüsusi bir seçim edə bilərsiniz. Amma inşallah növbəti videolarımızda kinoda subtitle olmadan kinonun necə maraqlı halda dinləmək qabiliyyəti olduğunu və dinləmənizi, listeninginizi daha çox kinolarla necə inkişaf etmək lazım olduğunu sizlərə təqdim edəcəm. Bu videomuzda biz listeningimizi kinolarla inkişaf etdirərkən etdiyimiz hansı nöqsanı sizlərə aşılamaqdan ibarət idi. İnşallah gələn videomuzda isə artıq düzgün metodlarla sizi tanış edəcəm. Özünüzə yaxşı baxın. İnşallah növbəti dərslərimizdə görüşərik. Sağ olun.